Avtomobil sürücüləri moped idarə edənləri qayda pozmaqda, moped sürücüləri isə qarşı tərəfi onlara sıxışdırmaqda günahlandırır. Son aylarda mopedlərin sayının sürətlə artması səbəbindən isə bu gərginlik daha da yüksəlib. Son bir ildə iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların da sayında artım müşahidə edilir. Moped idarə edən şəxslər deyirlər ki, yollarda onlar üçün xüsusi hərəkət zolağı yoxdur. Məcbur qalıb avtomobillərlə eyni axına doğru hərəkət edirlər. Beləliklə, görünmə daralır və qəza riski də artır. Avtomobil sürücüləri isə oxşar ittihamları motosiklet və moped sürücüləri üçün edirlər. Bildirirlər ki, onlar ani manevr edir, siqnalsız dönür, zolaqları tez-tez dəyişir. Psixoloq Könül Həsənova isə bildirir ki, avtomobil sürücüləri ilə moped və motosiklet, skuter idarə edənlər arasında yaranan konflikt yalnız yol qaydaları və infrastrukturla bağlı deyil. Problemin kökündə emosional gərginlik, stres altında qərar vermə dayanır. Hər iki tərəf özünü haqlı görür, digərini təhlükə mənbəyi kimi qəbul edir. Avtomobil vasitələrinin bəzən sürücülərinin belə bir düşüncəsi var ki, mən bu yoldayamsa, bu yolun hakimi mənəm. Psixoloji bir hakimiyyət olur və icazə vermir. Amma günümüzdə moped vasitəsinin sürücüsü də daha çox tez çatdırılma etmək istəyir, ünvan başına daha tez çatmaq istəyir deyə bir vasitə axtarır. Psixologiyada empati hissi deyirik. Onu anlama, onun həmin anda keçirdiyi hissləri duyma bacarığıdır ki, bunu göstərməliyik. Daha komfortlu, daha rahat nəqliyyat vasitəsini idarə edən təbii ki, moped sürücülərinə bir empati hissi duymalı. Qeyd edək ki, yol hərəkəti haqqında qanun ediləcək dəyişikliklərə əsasən 1 yanvar tarixindən etibarən moped və oxşar yüngül motosikletləri idarə etmək üçün artıq sürücülük vəsiqəsi də tələb olunacaq. Bu nəqliyyat vasitələrini idarə edən şəxslər A1 kateqoriyalı sürücülük vəsiqəsi almağa məcbur olacaqlar. Turqan Əliyev, Namiq Hüseyev, Ayas Süleyman, Soy xəbər ertəsi.